Yanvarın 27-sində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İctimai Elmlər bölməsinin və Gəncə bölməsinin 2025-ci il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib. Əvvəlcə bölmələrin 2025-ci il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub. Azərbaycan elmdə. Bu Tamilnadı. Yaxşı yazır. Bir qaydada çıxıb. Birincisi 200-dən. İlk dəfə. Yəni ki, ikinci əsrdə. Burada olmuşam ben. Mətraqlayırmışlar. Nəşr oldu, indi nəşr yox. İclasa giriş sözü ilə akademik İsa Həbib bəy açaraq tədbirin gündəliyi barədə məlumat verib. Cari ay ərzində Amiyanın Rəyasət Heyətinin iclaslarında aidiyyatı istiqamətlər üzrə elmi bölmə və regional elmi mərkəzlərin, həmçinin kənar təşkilatlarda əldə olunmuş nailiyyətlərin hesabatlarının dinlənildiyini deyən akademik İsa Həbib bəy qeyd edib ki, ictimaiyyətə təqdim olunmuş elmi-metrik göstəricilər, rəqəmsal təqdimatlar, sərgilər Azərbaycan elmində yüksək inkişaf dinamikasından xəbər verir. Akademik İsa Həbib bəy vurğulayıb ki, Azərbaycan alimləri 2025-ci ildə də uğurla çalışıb, səmərəli fəaliyyət göstəriblər və Amiyada, eləcə də kənar təşkilatlarda bir sıra mühüm nəticələr əldə olunub. Akademik İsa Həbib bəy kadr hazırlığı məsələlərinə diqqətin artırılmasının zəruriliyinə toxunub. Həmçinin Amiyanın ilin gənc alimi mükafatı təsis edilib, eləcə də impact faktorla jurnallarda məqaləsi işıq üzü görən alimlərə mükafatlar verilir deyə qeyd edib. Akademik İsa Həbib bəy kadr hazırlığı və gənclərlə iş məsələlərinə diqqətin artırılması ilə bağlı elmi müəssisə və təşkilatların direktorlarına müvafiq tapşırıqlarını çatdırıb. Sonra İctimai Elmlər bölməsinin Elmi Şurasının 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Amiyanın vitse-prezidenti vəzifəsini icra edən İctimai Elmlər bölməsinin Elmi Şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib. Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2025-ci ildə bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab, 66-sı monoqrafiya, 1078-i məqalə, 389-u tezis, 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impact faktorlu jurnalda dərc olunub alimlərin əsərlərinə 2962 istinad edilib. Akademik Gövhər Baxşəliyeva Konstitusiya və Suverenlik ili çərçivəsində dövlət başçısının sərəncamın icrasına uyğun olaraq bölmənin elmi tədqiqat müəssisələrində 4 beynəlxalq, 3 respublika, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa və 1 tədbirin keçirildiyini, 1 beynəlxalq konferansın materiallarının çap olunduğunu, 1 şöbənin yaradıldığını bildirib. Ölkə prezidentinin tapşırıq və tövsiyələrinə əsasən Qafqaz Albaniyasının tarixinin, mədəniyyətinin öyrənilməsi sayəsində bölmənin elmi tədqiqat müəssisələrində, xüsusən tarix və etnologiya, arxeologiya və antropologiya institutlarında çalışan əməkdaşlar tərəfindən bir sıra elmi tədqiqat işləri həyata keçirilmiş, kitablar, çoxsaylı məqalələr çap olunmuşdu. Hesabat üzrə aparılan müzakirələrdə professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və gənc alim, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Dadaşova çıxış edərək bölmə üzrə əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Amiyanın Gəncə bölməsinin 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyəti haqqında hesabatı isə bölmənin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru dosent Əli Muxtar Muxtarov təqdim edib. Qeyd edilib ki, Amiyanın Gəncə bölməsinin elmi müəssisələrində 13 problemi əhatə edən 19 mövzu, 20 iş, 24 mərhələ üzrə tədqiqatlar aparılıb. 19 mövzu, 20 iş və 24 mərhələ tamamlanıb, 3 mühüm nəticə alınıb. Hesabat ilində Amiyanın Gəncə bölməsinin əməkdaşlar tərəfindən 2 kitab, 1 monoqrafiya, 2 kitabça, 10 xaricdə olmaqla 48 məqalə, 14-ü xaricdə olmaqla 84 konferans materialı dərc olunub. Əməkdaşların əsərlərinə beynəlxalq elmi-metrik bazalarda 54 dəfə istinad edilib. Həmçinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramına uyğun olaraq Gəncə dialektində qarışıq tipli mürəkkəb cümlələrin strukturu və istifadəsi tədqiq edilib. Mövzu ilə bağlı fikirlərini ifadə edən akademik İsa Həbib bəy Gəncə bölməsinə Nizami Gəncəvinin həyatı və fəaliyyətinin tədqiqi, həmçinin təbliği istiqamətində görülən işləri, o cümlədən digər vəzifələrin icrası ilə bağlı atılan addımları yüksək qiymətləndirib. Əldə olunmuş nailiyyətlərin 2026-cı ildə də artımı tempi ilə davam edəcəyinə inamla bildirib. Sonda Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər bölməsinin və Gəncə bölməsinin 2025-ci il üzrə fəaliyyəti yüksək qiymətləndirilib, əldə olunmuş mühüm nəticələrin Amiyanın illik hesabatına daxil edilməsi qərarı alınıb. Leyla Naymi qızı Ziya Xudiyev, Fərid Əşrəmov, Elm TV.